Salam hörmətli müəllimlər, mən Məmmədova Sevinç. Bugün sizə 9-cu sinifdən 8-ci mövzumuz olan əlvan metalların səthinin bəzədilmə texnologiyası haqqında ətraflı məlumat verəcəm. Demək müəllimlər, biz bundan əvvəl 7-ci mövzumuzda qara metalların səthinin bəzədilməsi texnologiyası ilə tanış olmuşduq ki, qara metalların bəzədilməsinə aid idi detalın kənarlarının təmizlənməsi, cilalanması, laklama və rəngləmə, oksidləşmə, rifləmə, aşınma. Bunlar qara metalların bəzədilməsinə aid idi. Bu gün isə biz əlvan metalların bəzədilməsinə aid olan bəzəmə nümunələri haqqında ətraflı tanış olacağıq. İlk növbədə baxırıq nədir müəllimlər? Əlvan metallar hansılardır? Əlvan metallara aiddir mis, alüminium, qalay, sink, nikel, titan, magnezium, gümüş, qızıl və s. Sonuçta ki, onlardan baxı saydıqlarımızdan hansı çox yayılmışdır? Əlbəttə ki, götürür burada alüminium və misi. Demək, hansılar çox yayılıb? Alüminium və mis. Sonra müəllimlər, bilməliyik ki, qara metallar kimi əlvan metallar da korroziyaya məruz qalır və əlvan metallar ətraf mühitlə fiziki kimyəvi reaksiya girir. Onun nəticəsində onlar xassəsini dəyişə bilir və bu da metalların korlanmasına, texnoloji proseslərin pozulmasına gətirib çıxarır. Və buna görə də onların üzəri bəzəmə üsullarına istifadə olunur ki, bu bəzəməndə müxtəlif üsul və növləri var. Və müəllimlər, əlvan metalların bəzədilməsinin üsullarına baxırıq. Birinci üsulumuz nədir? Anodlaşma. İkinci, qızıl suyuna salma. Üçüncü, laklama. Dördüncü, patinləşdirmə. Beşinci, gümüşləmə. Altıncı, xromlama. 7-ci və mina çəkmə növləri mövcuddur. Demək, neçədən oldu? 7 dənə növ oldu. Anodlaşma, qızıl suyuna salma, laklama, patinləşmə, gümüşləmə, xromlama, mina çəkmə. Bu üsullar oldu. Əlvan metalların bəzədilməsi. İndi gəlin bunlarla ayrı-ayrılıqda tanış olaq. Görək, testdə necə düşsə, necə açar sözlərlə düşsə, biz öyrənə bilərik ki, testdə bunları tətbiq edə bilərik. Baxaq, anodlaşdırma. Bunlar testdə belə düşür. Bax, anodlaşdırma bəzəmənin eyni vaxtda həm dekorativlik, həm də qoruyuculuq funksiyası daşıyan növüdür. Demək, anodlaşma nə oldu? Həm dekorativlik verir, həm də eyni anda nedir? Qoruyuculuq verir. Testdə düşür. Əlvan metalların hansı bəzədilmə üsuludur ki, o həm metalların üzərinə dekorativlik, həm də eyni anda qoruyuculuq funksiyası verir. Testlər işləyəndə görəcəksiniz. Əlbəttə ki, bu anodlaşmaya aiddir. Sonra müəllimlər, anodlaşmaya başqa hansı sözlərlə testdə qarşımıza çıxa bilər, onlara baxırıq. Və ilk növbədə baxın ki, müəllimə, mexaniki cəhətdən ən möhkəm və davamlı təbəqə nə zaman yaranır? Alüminiumun aşağı temperaturda nazik təbəqəli anodlaşması zamanı əldə olunur. Demək, mexaniki cəhətdən ən möhkəm davamlı təbəqə nə zaman oldu? Alüminiumun aşağı temperaturda anodlaşması zamanı əldə olundu. Anodlaşdırma elektroliz yolu ilə bəzi metalların və ərintilərin səthində oksid təbəqəsinin yaranması prosesidir. Həmçinin, gördünüzmü? Anodlaşmanı 3 formada bizə testdə tətbiq edə bilər. Birinci necə tətbiq edəcək? Həm qoruyuculuq, həm dekorativlik funksiyası yerinə yetirən bəzəmə növü hansıdır? Anodlaşdırma. Hansı bəzəmə üsuludur ki, elektroliz yolu ilə bəzi metalların və ərintilərin səthində oksid təbəqəsi gətirir? Anodlaşdırma. Yaxşı, bizə belə sual düşə bilər. Hansı metalın aşağı temperaturda anodlaşması zamanı mexaniki cəhətdən ən möhkəm və davamlı təbəqə əmələ gəlir? Bu zaman biz nəyi öyrəndik? Burada alüminiumun aşağı temperaturda anodlaşması zamanı əmələ gəldi. Sonra müəllimlər, diqqət yetirsiniz nəyə? İkinci üsulumuz qızıl suyuna salmadır. Demək müəllimlər, qızıl suyuna salma üsulu məmulatın səthində həm dekorativlik, həm qoruyuculuq və ya dekorativ qoruyuculuq məqsədi ilə çəkilən növdür. Biz anodlaşmada öyrəndik dekorativlik, qoruyuculuq. Burada dekorativlik, qoruyuculuq və dekorativ qoruyucu. Bax, burada üçünü öyrənirsiniz. Bax, bir-birindən ayırmağı bilin testlərdə.
Qızıl su ilə salmanın neçə növü var? Müəllimlər 3 növü var. Birinci odlu qızıl su ilə salma, ikinci yağ əsasında qızıl su ilə salma, üçüncü isə polimer üzərində qızıl su ilə salma üsuldur. Və müəllimlər bir daha onu qeyd edim ki, çalışın, baxın nələrin üzərində qeydlər aparıramsa, kitabınızda qeydləri aparın. Sırf bunlar hansı test toplu işləyirsiniz, işləyin, fərq etməz. Bunlar test toplularında düşəcək və imtahanda düşə biləcək sual tipləridir. Yəni bunlardan düşəcək açar sözlər, daha dəqiq məqamlar bunlardır. Odlu qızıl su ilə salma. Demək, ən qədim üsulu odlu qızıl su ilə salmadır. Və müəllimlər, bu üsul qovrulmuş qızıl adlanır. Hansı üsuldur bu? Yenə də odlu qızıl su ilə salmadır. Və bu üsul özlüyündə civədə həll edilmiş yüksək keyfiyyətli qızılın amalqamasının civənin tam buxarlanmasına qədər deşilməsindən ibarətdir. Çatışmayan cəhəti var müəllimlər. Çatışmayan cəhəti nədir? Zəhərli olmasıdır. Əsas məqamlar bunlardır. Demək, ən qədim növüdür. Qovrulmuş qızıl adlanır. Çatışmayan cəhəti zəhərli olmasıdır. Hər üç cəhət nəyə aiddir? Odlu qızıl su ilə çəkməyə aiddir. İkinci qızıl su ilə çəkmə üsulumuz yağ əsaslı qızıl su ilə salmadır ki, burada metal, gips və daş sətlərinin qızıl su ilə salınmasında, eləcə də interyerin zərlənməsində istifadə olunur. Baxın, diqqət yetirəcəyiniz məqam budur. Eləcə də interyerin zərlənməsində. Deyəcəksiniz, niyə? İndi aşağı gələndə sizə izah edəcəm. Üçüncü üsulumuz isə polimer üzərinə qızıl su ilə çəkmədir ki, ağac sətlərinin qızıl su ilə salınmasında və ancaq interyerin zərlənməsində tətbiq olunur. Bu isə polimer üzərinə qızıl su ilə çəkmə üsuludur. Baxın, eləcə də interyerin zərlənməsində tətbiq olunur cümləsini görürsünüzsə, yağ əsasda götürürsünüz. Ancaq interyerin zərlənməsində istifadə olunursa, polimer üzərində qızıl su ilə çəkməni götürəcəksiniz. Demək, 18-ci əsrdə polimenti qırmızı gil, sabun, mum, balina, piy və yumurta ağından hazırlayırlar. Polimentin kəskin qırmızı qəhvəyi rəng alması üçün eyni səthi onu 200 dəfə rəngləyirdilər. Poliment qonur, rəng alaraq quruduqdan sonra təmiz, hamar və parlaq olması üçün nə edilir müəllimlər? Diqqətlə baxın. Nə edilir? Təmiz mahud parça ilə yuyulur. Bundan sonra qızıl suyu çəkiləcək yer fırça ilə yarı su, yarı 40% spirt məhlulunda isladılır. Bax, 40% spirt məhlulunda isladılır. Sonra müəllimlər, üçüncü bəzəmə üsulumuz nədir? Laklamadır. Qətran məhlulu ilə örtülmə üsuludur. Bəzi müəllimlərə sadəcə bax bu cümləni deyirsən və sual cavabda soruşsan ki, bu hansı bəzədilmə üsuludur? Bəzi müəllimlər qətran sözünü görən kimi deyir ki, qətranlamadır müəllimlər. Xeyr, qətran məhlulu ilə örtülmə deyirsə, burada mütləq ki, laklamadan gedir və laklama da əlvan metalların bəzədilmə üsuluna aiddir. Və bizə bax belə bir Venn diaqram çəkərlər ki, imtahanda həm qara, həm əlvan metallara oxşar bir bəzəmə üsulu hansıdır? Biz burada laklamanı götürəcəyik. Çünki həm əlvan metallarda, həm də qara metallarda rast gəlinən bəzəmə üsuludur. Sonra keçirik üçüncü üsulun. Dördüncü üsulumuz nədir? Patinləşdirmə. Patinləşdirmə nədir müəllimlər? Əntiqlik vermək, yəni köhnəlik vermək kimi nəzərdə tutulan, qoruyuculuq xassələrini tutan bir bəzəmə növüdür. Patinləşməyə hansı məlumatlar məruz qalır? Testlərdə görəcəksiniz. Ona görə yaxşı əzbərləyin müəllimlər. Mis, bürünc, laton, dəmir, ağac, gips və sair materiallar məruz qalır. Baxın, mis, bürünc, laton, dəmir, ağac, gips. Diqqət yetirin, testlərdə qarşınıza çıxacaqdır. Patinin iki növü vardır müəllimlər, təbii və süni patin. Təbii patin nədir müəllimlər? Ətraf mühitin təsirindən metal səthin üzəri köhnəlir. Süni patin isə müəllimlər, hansı ki burada xüsusi maddələrin yaxılması nəticəsində yaranan nazik təbəqə deyilir ki, hansı ki burada xüsusi maddələr çəkməklə məlumatın üzəri köhnələşdirilir və əntiqlik verilir. Bu da olur süni patin. Demək, patin neçə növü oldu? 2 növü. Təbii və süni. 5-ci bəzəmə üsulumuz nədir müəllimlər? Gümüşləmə üsuludur. Metalın səthinə gümüş təbəqəsinin çəkilməsidir.
Gümüş təbəqəsi çəkilir və gümüş metalları korroziyadan, yeyilmədən qorumaq, eləcə də onların səthinə parıltı vermək üçün aparılır. Bir də müəllimlər, sonra gümüşləmə zamanı ən çox bax düşən suallardan biri budur. Testlərdə görəcəksiniz. Gümüşləmə zamanı gümüşün hansı xassələri əsas götürülür? Baxın, birinci elektrik ötürücülüyü, ikinci əks etmə qabiliyyəti və üçüncü xarici təsirlərə davamlılığı. Gümüşün əks etmə qabiliyyətindən harda istifadə olunur? Biz burada qeyd etdik müəllimlər. Gümüşün əks etmə qabiliyyətindən optik cihazların, fənerlərin, projektorların istehsalında istifadə olunur. Eynən bax bu cümlə testdə görəcəksiniz. Hansı testi işləyirsinizsə ki, hansı ki gümüşün əks etmə qabiliyyətindən harda istifadə olunur. Və gümüş qələvi maddələrə qarşı davamlıdır. Kükürdə qarşı isə əks reaksiyasıdır. Bax, diqqət yetirin. Qələvi, davamlı, kükürd, əks. Sonra müəllimlər xromlama. Polad məmulatın səthinə xromun difüziya edilməsidir və elektrik... Baxın, burada müəllimlər çaşır ki, ay müəllimlər, bəs polad qara metaldır. Necə olur ki, əlvan metalların bəzədilmə üsulunda burada poladın adı çəkilir? Baxın müəllimlər, polad düzdür qara metaldır, amma xrom əlvan metaldır. Yəni, burada qara metalın üzərinə əlvan təbəqə çəkilir. Yəni, ona görə də bu xromlama əlvan metalların bəzədilmə üsuluna aid edilir. Belə deyək də, xrom, yəni qara metalın üzərinə əlvan təbəqə çəkilir, əlvan metalın təbəqəsi çəkilir. Hardasa bu əlvan metala oxşadılır. Ona görə də ondan deyilir ki, poladın üzərinə xrom çəkilirsə, bu artıq olur onun belə deyək, əlvan metalların bəzədilmə üsuluna aid edilir. Yəni, burada xrom əlvan metal olduğu üçün cümlə belə qeyd olunmuşdur. Və xromlama texnologiyasının ardıcıllığını hər birimiz bilməliyik, müəllimlər. Birinci nə edilir? Güclü çirklənmənin kənarlaşdırılması üçün təmizləmə. İkinci, çirk izlərinin aradan qaldırılması üçün həssas təmizləmə. Baxın, ikinci bu həssas təmizləmədir. Birinci güclü çirklənməni təmizləyirik, sonra həssas təmizləyirik. Üçüncü, ilkin hazırlıq. Dördüncü, doymuş məhlul olan vannaya yerləşdirmə. Beşinci isə cəryanı qoşmaq və lazımi qalınlıq alana qədər orada saxlamaqdır. Bu oldu bizim xromlama texnologiyamız və müəllimlər. Bu ardıcıllığa diqqət yetirin ki, testlərdə ardıcıllıq düşür. Birinci, bax, məsələn, bir yer çirklidirsə, biz onu güclü şəkildə çirklənməni təmizləyirik. Sonra onu ikinci səfər təmizləmirik mi? Bir şey çirkli olanda, bax, eyni yadınızda saxlayın. Sonra çirk izlərini kənarlaşdırması üçün həssas təmizləmə aparırıq. Ondan sonra ilkin hazırlıq, doymuş məhlul və cəryanı qoşmaq və xromlama zamanı istifadə olunan reagentlər prosesi tullantılar son dərəcə zəhərlidir və bu proses ciddi təmizlənməlidir, diqqətli olmaq lazımdır. Sonra müəllimlər keçir növbəti bəzəmə üsulumuz mina çəkmədir. Mina çəkmənin 3 növü var. İsti, silikatlı, baxın, isti, sığ, silikatlı, soyuq üzvi, rəssamlıq minası. Demək, neçə növü oldu? 3 növü oldu. Və mina çəkmə zərgərlik məmulatlarının səthini bəzəməyin ən mürəkkəb üsuludur. Sual olaraq düşə bilər. Zərgərlik məmulatlarının səthini bəzədilməsinin ən mürəkkəb üsulu nədir? Mina çəkmədir. Və müəllimlər, gəlin bu 3 növ haqqında ətraflı məlumat alaq. İsti mina, belə deyək müəllimlər, qurxuşunlu şüşə adlanır. Əsas buna baxırsınız. İkinci, 2 növü var. Şəffaf və qeyri-şəffaf. Neçə dərəcə temperaturda? 600-850 temperaturda mufel sobalarında həyata keçirilir. Demək, nə öyrəndik? Qurğuşunlu şüşə soruşursa isti minadır. Şəffaf və qeyri-şəffaf soruşursa isti minadır. Neçə dərəcədə temperaturda? 600-850 ən yüksək temperaturda. Sonra müəllimlər soyuq mina. Hansı ki, pigment, lak, boya materiallarına istifadəyə əsaslanan bəzəmə üsuludur. Və bu məmulatda onların billurlaşması xüsusi katalizatorların tətbiq edilməsi ilə sürətlənir. Üçüncü mina çəkmə növümüz rəssamlıq minasıdır ki, rəssamlıq minası isə əsasən kiçik ölçülü rəsmlər çəkmək üçün istifadə edilən minalı boyadır. Təmilə çəkilmiş rəsmin bərabər bərkidilməsi mufel sobalarında 600-700 temperaturda həyata keçirilir. İndi bilirsiniz nəyə müəllimlər diqqət yetirirsiniz. Bəzən müəllimlər lak boya materialını deyən kimi tez gedirlər rəssamlıq minasını götürürlər ki, rəssamlıq minasının lak boya materiallarına istifadə olunub. Amma baxın, diqqət yetirdiniz, siz gördünüz ki, lak boya materialları, lak boya sözü
və yaxud pigment sözü heç bax rəssamlıq minasında adı keçməyibdi. Ona görə diqqət yetirin. Lak, boya, pigment sözünü görürsünüzsə, tez testə gedib rəssamlıq minasını götürürsünüz. Lak, boya materialını görən kimi soyuq minanı götürürsünüz. Diqqətli olun müəllimlər. Soyuq minada, rəssamlıq minasında lak, boya materialı adının sözü qeyd olunmuyubdu. Və müəllimlər, 850-600 dərəcədə həyata keçirilən isti minada 600-700 dərəcədə temperaturda rəssamlıq minasıda. Bax, eyni cümlələr testdə belə düşür. Hansı mina çəkmə növüdür ki, təmələ çəkilmiş rəsmin bərkidilmə su meyvə sobalarında 600-700 temperaturda həyata keçirilir. Eynən testlərdə belə görəcəksiniz. Bu cümləni görürsünüzsə, tez rəssamlıq minasını götürəcəksiniz.